Hər kəsə salam. Bu gün sizlərlə birlikdə ev üsulu, ev yapımı çörək resepti paylaşmaq istəyirəm. İndi isə keçirik hazırlanma qaydasına. Qaba 3-4 stəkan un, təxmini gözə yarı 350-400 qram un, yarım stəkan duru yağ, 1 çay qaşığı xörək tuzu, 1 çay qaşığı şəkər tozu və 1 xörək qaşığı quru maya əlavə edib yumşaq xəmir yoğururuq. Daha sonra isə yoğurduğumuz xəmiri mayalanması üçün 35-40 dəqiqə gözlədirik. Daha sonra hazır olan xəmirimizi soba listinə əlavə edib pişməsi üçün sobaya göndəririk. Və budur, möhtəşəm ev üsulu çörəyimiz hazırdır. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Bu tərz videoları bəyənirsinizsə, kanalıma like atıb, abunə olub, yorum yazmağı unutmayın. Yeni video reseptlərdə görüşmək ümidi ilə. Hələlik, Allah amanında.